İslam bizə buyurur ki, ey insanlar, məxsusən ey möminlər, özünüzü iki halın arasında hiss eləyin həmişə. Xovfla rəca. Xovf yəni qorxmaq, rəca yəni ümid eləmək. Buyurur, hər bir insan iki hissin arasında özün hiss eləməlidir. Bir tərəfdən qorxmalıdır, bir tərəfdən də ümid eləməlidir. Belə olmamalıdır ki, sırf qorxsun, belə də olmamalıdır ki, sırf ümid eləsin, qorxu olmasın onda. Yox, qorxuyla ümid bərabər olmalıdır insanda. Qorxu bu mənada ki, yəni insan etdiyi əmələ arxayın olmayır. Bəzən adam arxayın olur əməlinə. Namaz qılır, oruç tutur, gecə səhərə qədər yatmır, ehya eləyir. Öz-özlüyündə fikirləşir ki, daim mənim yerim inşallah ki, cənnət olar. Da o adamlar ki, bu işləri görmürlər, mən ki, bu işi görürəm. Öz ibadətinə arxayın olur bəzən insan. Bu, şeytanın insana nüfuzu yollarından biridir. İndi möminə başqa cür nüfuz eləyə bilmir axı. Mömini arxayın eləyir öz əməlinə. Ona görə də mömində qorxmamazlıq yaranır. Onun ümidi lap çox olur. Amma elə olmamalıdır. Bəzi adamlar da şiəliyinə arxayın olur. Mən Əlinin şiəsiyəm, mən İmam Hüseyn ağanın şiəsiyəm, buna arxayın olur. Hədislər bizə buyururlar ki, insan əməlinə arxayın olmamalıdır ta ölən günə qədər. Elə ki, ruh bədəndən çıxdı, bizdə bir söz deyərlər, şeytan o adamdan əl götürdü. İnsan nə qədər də mömin olsa, özünə arxayın olmamalıdır. Hədislərdə var, şeytanın ölümünə əmin olmayınca, heç vaxtı günahdan özünü sığortalı bilmə. Nə qədər ki, yəqin bilirsən, şeytan ölməyib də, hələ sağdır da, şeytan hamımızı yola salacaq. Buyurur, əgər sən şeytanın ölməsinə əmin deyilsənsə, özünə görə arxayın olmayasan. Tavus-i Yəmani 4-cü imamımızın əshabından idi. Deyir, Kəbədə gördüm bir nəfər Kəbənin pərdəsindən yapışıb ağlayır, dua eləyir. Yaxınlaşdım, gördüm 4-cü imam, İmam-ı Səccad ağa. Elə yalvarır Allaha, elə dua eləyir Allaha. Mən öz-özlüyümdə dedim ki, bu Peyğəmbər balası, yeryüzünün imamı, Allahın höccəti, o cür ağlamağa mən daha layiqəm. O imam ağlayır, yalvarır, mən heç bu işi görmürəm. Gündəlik elə 5 vaxtı namazımla kifayətlənirəm, ildə bir dənə Ramazanla kifayətlənirəm. Amma bu gecə-gündüz oruç tutur, gecə-gündüz namaz qılır, ondan belə bu cür ağlayır, Allaha dua eləyir. Bir yaxınlaşdım ağaya, dedim ki, ağa, niyə bu qədər özünə zəhmət verirsən? Sənin hal-hazırda 3 dənə fəzilətin var ki, heç kəsdə yoxdur. Deyir, indi mən elə başa düşürəm ki, ağaya yaxşı söz deyirəm, ha. Sonra başa düşdüm ki, yox, mən səhv danışmışam. Dedi, hansıdır mənim fəzilətim? Dedi, birinci fəzilət odur ki, sən Peyğəmbər balasısan. Nəyə narahatsan ki? Mən qoy narahat olum ki, babam Peyğəmbər deyil. Sənin baban Peyğəmbərdirsə, niyə narahatsan ki, bu qədər ibadətdə zəhmət çəkirsən? İkinci, bütün məhşər əhlinə şəfaət eləyən də sənin baban olacaq, Həzrəti Peyğəmbər olacaq. Nəyə narahatsan? Üçüncü də Allahın rəhməti genişdir. İndi deyirsən, Allahın rəhməti səni kimi insana şamil olmayacaq. İmam gördü ki, bu adam imamın yerində olsaydı, arxayın olardı bu 3 dənə fəzilətə. İmam ona 3 dənə ayə oxudu. Üçüncüdən sonra nəticə aldı ki, kim olursan ol, hətta imam olursansa ol, arxayın olma özünə. Əməlvə, şəxsiyyətvə, dərəcüvə, imanıvə arxayın olma. Birinci imam buyurdu, əgər deyirsənsə ki, mənim imtiyazım, üstünlüyüm Peyğəmbər balası olmağımdadır, Quran-ı Kərim buyurur, فَإِذَا نُفِخَ فِي السُّورِ فَلَا أَنْصَابَ بَيْنَهُمْ. Qiyamətin günü əgər sur çalınsa, qohumluq əlaqələri kəsilər. Bu filan kəsin oğludur, bu filan kəsin atasıdır, bu filan kəsin yaxınıdır, qohumudur, dost, bütün əlaqələr getdi. Deyir, mən düzdür Peyğəmbər balasıyam, amma o qohumluq əlaqəsi mənim burada dərdimə dəyər, orada dərdimə dəyməz. Orada baxmırlar ki, bu Peyğəmbər balasıdır. Baxırlar, görsünlər bu mömin insan kimi yaşayıb, ölüb yoxsa yox. İkinci, sən ki deyirsən, Allahın rəhməti genişdir. Quran-ı Kərim buyurur, İnnə rəhmətəllah qaribun minəl muhsinin. Allahın rəhməti yaxındır kimlərə? Yaxşı insanlara, ehsan edən insanlara, gözəl işlər görən insanlara. Allahın rəhməti onlara yaxındır. İndi mən
bilmirəm ki, doğrudan da Allahın rəhməti mənə yaxındır, mən möhsin insanam yoxsa yox. Üçüncü, əgər buyurursan ki, mənim cəddim Rəsulullah şəfaət eləyəcək, Quran-ı Kərim buyurur, la yəşfəunə İlla limən irtəza. Şəfaət edənlər qiyamətin günündə Allahın razı qaldığı bəndələrə şəfaət eləyəcək. Hər adama yox. Şəfaətin şərti budur ki, şəfaət olunan adam nə olsun? Allahın razı qaldığı bəndə olsun. İndi mən arxain deyiləm ki, Allah məndən razıdır yoxsa yox. Şəfaət də o razılıq şərti ilə mənə gəlib çata bilər. Deyir, mən baxdım, gördüm ki, doğrudan səhv danışmışam. İmam nə Peyğəmbər balası olmağına arxaindir, nə Allahın rəhmətinin gelişdiyinə arxaindir, nə də şəfaətə arxaindir. Ona görə də imam gecə-gündüz zəhmət çəkir. İmam Rıza ağanın bir qardaşı var idi, Zeyd adında. Tarixdə bunun adına Zeydün Nar deyiblər. Zeyd İmam Musa Kazım əleyhissalamın da həm də oğlu idi, İmam Rıza ağanın da qardaşı. İmam Rıza ağaya müxalif insanlardan idi. Günahkar idi, ibadətdən, itaətdən də uzaq idi. Deyir, İmam Rıza ağa məclisdə oturub səhabələrinə moizə eləyəndə, bu imamla müxalif olduğuna görə bir gün bir məclisdə belə bir söz dedi ki, Fatimə balalarına onsuz da cəhənnəm odu haramdır. Fatimə balalarına cəhənnəm odu haramdır. İndi bu İmam Musa Kazım ağanın oğlu, İmam Rıza ağanın qardaşı, Fatimənin balası hədis də buyurur, Fatimə balalarına haramdır cəhənnəm odu. Deməli elə mənə haramdır da, onsuz da mən cəhənnəmə getməyəcəm. Bu qardaşım İmam Rıza ağanın danışdıqları elə belə sözlərdir. Deyir, İmam Rıza ağaya bətər təsir elədi bu söz, qardaşının bu sözü. Dedi, Zeyd, o hədis ki sən deyirsən, Fatimə balalarına cəhənnəm odu haramdır, Həsənlə Hüseynə cəhənnəm odu haramdır. Sən laf Kufənin baqqalları kimi danışırsan, belə danışma. Gördü ki, yox, bu öz mövqeyindən əl çəkmir, qəşəng bir söz dedi. Dedi, bizim atamız 7-ci İmam Musa Kazım əleyhissalam olub da, dedi, bəli. Dedi, onun ibadətini görmüsən, dedi, bəli. Gecə-gündüz ibadət eləyərdi, gündüzləri yeməzdi, oruç tutardı, gecələri yatmazdı, namaz qılardı. Dedi, indi qiyamətin günündə səncə onun yeri hara olar? Deyir, onun yeri 100% ki, cənnət olacaq. Deyir, sən də özünü belə arxain bilirsən, sən də gedib oturacaqsan cənnətdə. Deyir, bəli, cəhənnəm odu Fatimə balalarına haramdır. Dedi, bəs Allahın ədalətini biz hara yazaq? O cür kişi ki, ibadətdə gecə-gündüz zəhmət çəkirdi, onu da Allah aparsın cənnətə. Səni kimi bir namazı, bir orucu da aparsın, qoysun cənnətə onun yanında. Ona görə, qardaş, əmələ Allah qiymət verir. İmana Allah qiymət verir. Qohumluq əlaqələri qiyamətin günündə olmaz. Ona görə də gərək əmələ insan arxain olmasın. Xovf, yəni bu mənada. Bir tərəfdən də buyurur, ümid eləməlidir insan. Amma ümid bəzən insanda yalancı olur. Sadiq ümid olmalıdır. İmam Sadiq ağanın yanına bir dəstə şəxs gəldi, dedilər, yəbnə Rasulullah, bir dəstə insan var. Onlar deyirlər ki, bizi Allah bağışlayacaq. İbadət də eləmirlər, eləyəndə də çox az eləyirlər, elə ümid eləyirlər Allahın bağışlanmasına. İmam buyurdu ki, bir kəlmə söz buyurdu. Mən rəca tələbə. Hər kəs bir şeyə ümid elədi, onu tələb eləyər. Əgər tələb eləmirsə, deməli o ümid eləməyib, onun ümidi yalancı ümiddir. Əgər bir əkinci istəyirsə bu illəri bol məhsul götürsün, ümid eləyirsə bol məhsula, gərək neynəsin? Tələbə, zəhmət çəksin, tələb eləsin. Yer şumlasın, maddiyatından keçsin, nə bilim, malından keçsin, bunları eləsin, axırda da otursun, ümid eləsin ki, işi görüb qutarandan sonra Allah inşallah əkdiyimi məhsulun götürərəm. İndi bu adam heç nəyi eləməyib, gəlib oturub deyir ki, indi Allah bu illəri mənə bol məhsul verəcək. Sən bu işləri görməmsənsə Allah sənə nə cür versin? Ona görə də İmam Sadiq ağa buyurdu ki, mömində ümid olmalıdır, özü də yalancı yox, doğru ümid olmalıdır, sadiq ümid. Həzrət-i Loğmanın adına bir surə var Qur'an-ı Kərimdə, oğluna vəsiyyətləri var. Elə vəsiyyətlər də var ki, Qur'an-ı Kərimdə gəlməyib, amma hədislərdə məsullar tərəfindən bizə nəql olunub. Həzrət-i Loğmanın demək olar ki, bütün vəsiyyətləri, öz oğluna elədiyi nəsiyyətlər hamısı qiymətlidir. Amma onların içərisində qəribə bir nəsihət var. Diqqətlə qulaq asın, Həzrət-i Loğman oğluna görün nə vəsiyyət edir. Hikmət sahibidir özü də. Deyir, oğlum, Allahdan elə qox ki,
elə bil bütün insanların, cinlərin savabını veriblər sənə, bununla belə Allah sənə əzab verəcək. Bütün cinlərin, insanların savabına yiyələnməyivə baxmayaraq, Allahdan elə qorx ki, elə bir Allah sənə əzab verəcək. Yəni, arxain olma ki, məndə cinlərin, insanların savabı var. İkinci buyurur, oğul, Allaha elə ümid elə ki, elə bir bütün cinlərin, insanların günahın yıxıblar boynuva, Allah yenə səni cənnət aparacaq. Bütün cinlərin, insanların günahına yiyələnmisən, amma elə ümid elə ki, Allah səni bağışlayacaq.